Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Bu gün mən sizə Azərbaycan dili OTK 20 sınaq toplusundan ikinci sınağın qrammatikasını, izahını verirəm. Birinci sualımız belədir ki, antonimlərdən istifadə edilməyən cümləni müəyyən edin. Ümumiyyətlə ilk növbədə bilmək lazımdır ki, antonimlər və sinonimlər mütləq şəkildə eyni nitq hissəsi olmalıdır. Yəni biri sifət, digəri isə biri sifət, digəri isə isim ola bilməz. Yəni antonimlərin bir tayı sifət, digər tayı isə isim ola bilməz və variantlara baxaq. Doğru həmişə yalandan güclüdür. Burada doğru isimləşməyə rəğmən bu doğru sifətdir və yalan da sifətdir və burada antonim var. Ona görə də biz A variantını götürməyəcəyik. Bəli, B variantına baxaq. Ağlamaqla gülmək arasında kiçik sərhəd var. Burada sinonimlər və antonimlərimiz ağlamaq və gülməkdir və ikisi də fe'l olduğuna görə antonimdir və bir-birinə əks məna verir və ona görə də biz A variantını da götürməyəcəyik. Çünki bizdən antonim olmayan cümləni istəyir. C variantına nəzər yetirək. Yaxşı adam ki, heç vaxt pis danışmaz. Burada ilk baxışdan yaxşı və pis sözünün antonim olduğunu düşünürlər. Yəni şagirdlər, lakin belə deyil. Çünki yaxşı sözü burada isimdir. Çünki adam yaxşı sözü sifətdir. Çünki ismin qarşısında gəlib. Pis sözü isə zərfdir və buna görə də yaxşı və pis sözləri antonim ola bilməz. Çünki yaxşı sifət, pis isə hərəkətin əlamətini bildirdiyinə görə zərfdir və buna görə də doğru cavabımız C variantı olacaq. Bu sözlər antonim fərqli nitq hissələrinə mənsub olduğuna görə antonim hesab edilə bilməyəcək. Çox adam var ki, az uğura qane olmur. Burada çox və az antonimdir və hər ikisi də həm mənaca bir-birinin əksi və hər ikisi də say olduğuna görə antonim hesab edilir. Və burada reallıqlar var, çətinliklər isə yoxdur. Burada isə var və yox sözləri bir-biri ilə antonimliyi təşkil edən sözlərdir. İkinci sualımız biri belədir. Biri qədim sənədlərin və yazılı abidələrin saxlandığı müəssisə mənasındadır. Bu uşaqların dünya görüşünə, söz bazasına uyğun bir sualdır. Yəni söz bazası olan şagirdlər bu sualı rahatlıqla cavablaya bilər. Bu arxivdir. Bəli, qədim sənədlərin və yazıların, abidələrin saxlandığı müəssisə məhz arxiv adlanır. Üçüncü suala baxaq. Fərqləndirilmiş hissələrdən biri iki şəkilçidən ibarətdir. Ümumiyyətlə sarsıdar sözünün kökü bizim bilirik ki, leksikamızda sars sözü yoxdur və burada uşaqlar sözün kökü sarsıtmaqdır. Yəni sözün kökü sarsıtmaqdır və burada ar sadəcə şəkilçidir. Sarsıdar nə edər? İlk öncə ona görə də A getdi. Yenə də qeyd edirəm. Sarsıdar sözünün kökü sarsıtdır. Çünki sarsmaq sözü dilimizdə yoxdur. Ümumiyyətlə kök və şəkilçi də qeyd etmək lazımdır ki, qrammatik və leksik şəkilçiləri ayırd etməyin ən gözəl yollarından biri budur ki, yəni sarsıdar sözünə sual verin. Nə edər? Nə edər? Bir dəqiqə. Və nə edər? Bir dəqiqə. Buradan digər aşağıdan suallar. Nə edər? Və mən buradan aydın olur ki, burada ar qrammatikdir. Yəni hansı sual verərkən hansı şəkilçi sualın üzərinə qonursa, bilin ki, o şəkilçi qrammatikdir və burada yalnız bir şəkilçi var. Ona görə də A variantını biz götürməyəcəyik. Daha sonra isə uşaqlar ikinci B variantına baxaq. B variantında düzəldir sözüdür. Düzəldir sözünü buraya yazım. Düzəldir. Uşaqlar, burada dırın altından xətt çəkiblər. Ümumiyyətlə dır bir neçə variantda təhlil oluna bilər. Biz bunu bilmək üçün əvvəlcə bu söz üzərində deyim, daha sonra isə dırı hansı variantlarda necə götürmək, sözləri necə olarsa, hansı formada götürmək daha uyğundur, onu izah eləyəcəm. Uşaqlar, düzəldir sözünün kökü düzdür və leksik şəkilçidir. İndi burada məsələ nədir? Dırdır, t plus ırdır, yoxsa dır burada qrammatikdirmi, leksikdirmi? Yenə də biz düzəldir, sual vermək sonundan istifadə edək. Nə edir? Və mən bildim ki, burada qrammatik şəkilçi bir dənə irdir. Dır deyil. Yəni dır burada bütöv şəkilçi kimi götürülməyəcək. Çünki mən sual verəndə yalnız ır qondu sualın üzərinə. Deməli burada dır şəkilçisi deyil, t plus ırdır. Deməli, düzəldir sözündə dır altına xətt çəkilsə, şəkilçinin altına xətt çəkilsə də burada t plus ır olacaqdır. Cavabımız B variantı. Təbii ki, biz başqa izah da vermək istəyərdim ki, dırı nə zaman leksik, nə zaman qrammatik, nə zaman isə t plus ır kimi götürmək lazımdır. Uşaqlar, ümumiyyətlə dır məsəl üçün dıra ayırma qartı. Birinci ən gözəl yol sual verməkdir. Əgər sual şəkilçi suala bütövlükdə yəni üzərinə gələrsə, bu zaman bilin ki, dır qrammatik şəkilçidir. Məsələn, deyək. Məsələn, almadır. Almadır. Sən buna sual verirsən, deyəcəksən nədir? Düzdür? Biraz yazmada problem yarandı. Nədir? Və artıq biləcək ki, nədir? Deməli bütövlükdə sualın üzərinə qonub, deməli burdadır qrammatik şəkilçi olacaqdır. Və keçək növbəti, məsələn, burada yəni sual verdin, şəkilçi gəlib bütünlüklə sualın üzərinə qondu, dır bütünlüklə qondursa mən artıq bilirəm ki, oradakı dır qrammatikdir. Təbii ki, bunun başqa yöntemləri də var. Bir qədər şəkilçidən məlumatlı olan uşaq bilir ki, burada dır şəxs sonluğudur. Çünki ismi artırılıb, ümumiyyətlə adları artırılarsa, dır 99% şəxs sonluğudur. Üçüncü şəxsin təkidir. Tələffüzdə də yadınızda qalsın ki, dırda əgər dır şəxs sonluğudursa, tələffüzdə r mütləq düşəcək. Məsələn, bu sözün tələffüzü almadır olacaq və keçək digər məsələn, dır qrammatik leksik olarsa necə olacaq? Deməli uşaqlar, məsəl üçün sual verirəm, yazdır. Təbii ki, fe'l kimi yazdırdan gedir söhbət burada. Bilir ki, yazdır isim kimi də düşünülə bilər. Mən burada bir dəqiqə təzədən. Məsəl üçün deyirəm ki, yazdır. Yazdır. Sual verəndə təbii ki, biz ona məsələn uşağa dərsini yazdır. Nə et? Və orada artıq aydın olur ki, şəkilçi sualın üzərinə qonmadı və mən bildim ki, buradadır leksik şəkilçidir. Yəni bunu başqa yolla da desək, fe'lləri artırılıbsa, maq məsdər artırmaqla onun leksik və ya qrammatik olduğunu aydınlıqla bilmək olar. Və keçək, bəs necə biləcəm ki, müəllim t plus ırdır? Bu zaman bizim yenə sual köməyimizə çatacaq. Məsəl üçün çoxaldır sözü verəcəklər. Çoxaldır. Bir dəqiqə. Çoxaldır. Məsələn, nə edir? Artıq mən sualımı verdim.
deyə bəzi şagirdlər mənim, yəni şagirdlərim ən çox, yəni əvvəl yeni başlayanlar deyir müəllim axı dır bütövlüklə qondu, niyə biz onu qrammatik götürmürük? Qrammatik götürürük, yəni dır bütövlükdə götürmürük. Çünki uşaqlar mən burada dırı götürsəm, desəniz ki, müəllimə yox, burada dır bütövlükdə götürmək lazımdır, orada dır qrammatikdir. Onda böyük bir səhvə yol vermiş olarıq. Niyə? Çünki bu yəni feilin sualı nə et sualıdır. Düzdür? Bir dəqiqə nə et sualıdır. Artıq sən bilməlisən ki, burada məsələn dırı çıxsa, burada nə edir? Bir dəqiqə, yaxşı, məsələn. Artıq orada sən sual verəndə avtomatik olacaq nə əgər mən dırı bütöv götürsəm, burada qalacaq nə e. Nə e sualı olmadığına görə sən bilməlisən ki, artıq yanlış edirsən və et burada olmalıdır. Nə et? Et sualıdır. Irqonu sadəcə sualın üzərinə. Irqonar zaman nə edirə çevrilmişdir. Və keçək növbəti suala. Uşaqlar. Deyək ki, sözü tərkibi baxımından məntiqi ardıcıllığını tamamlayan sözü müəyyən edin. Yellərin sözünü təhlil etsək burada baxarıq. Sözün kökü yel. Yel sözün kökü la leksik. Bir dəqiqə la leksik. Din yellət sözün kökü. İndi qrammatik təbii ki, bilirik ki, bunu iki cür təhlil etmək olar. Bunu əmr şəkli kimi, xəbər şəkli kimi də təhlil etmək olar. Məsələn, mən bu sözü əmr şəkli kimi təhlil elədim. Bir dəqiqə, burada problem yarandı. Əmr şəkli kimi təhlil edəndə və bilirsiniz ki, orada yalnız ın şəxs sonluğu olacaq və qrammatik şəkilçi olacaq. Lakin mən bunu məsələn xəbər şəkli kimi təhlil etsəm, yellərin sözü bu cür. Burada daha aydın görülməsi üçün buradan yazıram. Məsəl üçün yellə. Məsələn, bunu mən bu sözü xəbər şəkli kimi təhlil etsəm, bu formada yazacağam. Yellədin. Sözün kökü yenə yel, yenə lə leksikdir. Bu zaman dını iki qrammatik şəkilçi kimi təhlil edəcəm. Ümumiyyətlə digər sözlər də elədir. Məsələn, təmizlədin. Sözün kökü təmiz, la leksik. Əmr şəkli kimi təhlil etsəm bu formada götürəcəm. Əgər xəbər şəkli kimi təhlil etsəm bu formada götürəcəm və bizdən də şərtdə hansı şəkil kimi götürülməyini deməyib, sadəcə orada önəmli olan, yəni eyni cür, yəni bunlar necə iki cür təhlil olunur və ondan əlavə bir dənə də leksik şəkilçi var. Mən o formada bir söz götürəcəm. İzlədim sözü də yenə uşaqlar. İz sözün kökü la leksik, dim. Əgər əmr şəkli kimi təhlil etsəm bu formada götürəcəm. Əgər mən bunu xəbər şəkli kimi götürsəm bu formada təhlil edəcəm. Ona görə də uşaqlar gəlin düzəldin sözünün təhlilinə baxaq. Düzəldin sözünü bilirik ki, dını düzəldin xəbər şəkli kimi də götürə bilərəm, yəni bu formada və əmr şəkli kimi də götürə bilərəm bu formada. Amma məsələ nədir? Bizdən ən azı sözün özündə bir leksik şəkilçi olmalıdır. Sözün kökü düz, al əl leksik, dın yerinə görə xəbər kimi götürsək yenə uşaqlar d şühudi zaman, yəni qrammatik n-da şəxs sonluğu olacaq. Yox, əgər mən bunu əmr şəkli kimi təhlil etsəm, t-nı leksik götürəcəm, n-ı qrammatik. Cavabımız adır çünki bizdən ən azı bir leksik və sözün sonu bu formada təhlil edilə bilən söz istəyir və ona görə də a-nı rahatlıqla seçə bilərik. Amma biz niyə B olmaz? Gəlin ona da baxaq. Uşaqlar. B olmamasının səbəbi odur ki, məsələn, bağışladın sözünün kökü bağışladı. Burada yəni məsələ necə olacaq? Bağışladın sözünü mən təhlil etsəm, orada əmr kimi də götürə bilərəm. Ümumiyyətlə bu sözlərin hamısı əmr şəkli və xəbər şəkli kimi təhlil oluna bilən sözlərdir. Amma burada məsələn bağışla sözünün köküdür. Yəni bir dənə əlavə leksik şəkilçi olmalıdır ki, bu sözdə yoxdur. Saxladın sözünün yenə d-nı d plus n, yəni xəbər şəklində götürə bilərik və yaxud da ki, əmr şəklində götürə bilərik. Amma hər bir halda sözün kökü saxladı. D variantında sözün kökü yoxladı. E variantında da dinlədin sözünün kökü dinlədi. Ona görə də ya hamısı həm xəbər, həm də əmr şəklində götürülə bilər. Amma məsələ ondadır ki, orada əlavə, yəni məsələn təmizlədində bir dənə la leksik var. Yəni hər bir halda təmizlədin sözünə la leksik, izlədin sözünə la leksikdir. Yəni sözün istənilən xəbər, istənilən yəni əmr formasına belə təhlil etsəm, istənilən formada da təhlil etsəm, yəni orada bizim bir dənə leksik şəkilçimiz olur. Ona görə də uşaqlar burada cavab A variantı olacaq. 5-ə baxaq uşaqlar. 5-ci sualda deyir ki, hansı homonimlər müxtəlif nitq hissəsinə aiddir? Uşaqlar, qax sözünün iki mənası var. Qax biri var, nəyisə qurusu mənasında, bir də qaxmaq və nəyisə məsəl üçün misi divara qaxmaq bu formadadır. Daha doğrusu mıxı. Mıxı divara qaxmaq və yaxud da ki, qax nəyisə qurusu, məsələn ərik qurusu. Çürümək feili var, məsəl üçün qarı çürüdür. Bir də var çürü balığın çürüsü. Və məndən isə istəyir ki, homonim olsun və müxtəlif nitq hissələr olsun. Təbii ki, A variantını götürə bilərəm, çünki qaxmaq feildir, nəyisə qurusu isə isimdir. Çürümək feildir, çürü balığın çürüsü isimdir. Məndən də müxtəlif nitq hissəsi istəyir. Bəli, cavabımız A variantıdır. Bir dəqiqə səhv getdi. Və burada cavabımız A variantı olacaq. Niyə bu B olmaz? Məsələn, top, artilleriya qurusu, isim və bir də top var, uşaqların oynadığı top, əşya, yəni oyuncaq vasitəsi, yenə isim. Qundaq sözü məsələn beşik mənasında ola bilər, yəni bir də ola bilər avtomatın qundağı yenə isimdir, kök yenə isim. Məsələn, nəticə sözünün bir də kök həm sifət götürülə bilər, kök insan forma cəhətdən, bir də var kök meyvə, yəni tərəvəz mənasında. Nəticə isə isimdir hər bir halda, homonimdə amma isimdir. Nəticə sözü biri nəvə nəticə mənasında, biri yekun ümumi nəyisə ümumiləşdirmə, yəni məsəl üçün nə qədər nəticəm var bu mənada. Bağ sözü biri bağ-bağça mənasında və bir digəri isə bağ əlaqə mənasındadır, yəni ip mənasındadır. Və keçək 6-cı suala. 6-cı sualda müəyyən görünməməzliklər var, amma problem deyil, mən sizə deyəcəm. Qoyun ismi uşaqlar, bizdən deyir ki, homonim kimi işlənə bilir. Gəlin baxaq suala, qoyun ismi. Ümumiyyətlə bilin ki, qoyun sözü həm homonimdir, həm homonim deyil. Bu necə ola bilər? Məsəl üçün qoyun sözü əgər ananın qoyunudursa və yaxud da qoyun sözü heyvan mənasında qoyundursa, ümumiyyətlə başlanğıc formaları eyni olanda bəli homonim olur. Amma kitabı ora qoyun desəm, yəni əmr şəkli kimi düşünsəm, artıq burada qrammatikdir, qoy sözünün köküdür və burada başlanğıc forma qoy olacaq. Uşaqlar, ilk öncə bilməliyik ki, homonimi bilmək üçün ilk öncə birinci şərt odur ki, homonimlərdə homonim olan sözlərin başlanğıc formaları mütləq eyni olmalıdır. Uşaqlar, başlanğıc forma nədir? Qrammatik şəkilçiyə qədər olan hissə. Yəni deyirəm, qoyun məsəl üçün kitabı ora qoyunla, qoyun heyvan mənasında homonim sayılmır. Qoyun ananın qoyunu qucaq mənasında və bir də qoyun heyvan mənasında homonimdir və buna görə də bunlar homonim bu mənalarında homonim götürəcəyik. Uşaqlar, tək sözü tək zərfindən gedir burada söhbət. Məsəl üçün deyirəm ki, tək dayanmışam.
Tək dayan. Necə dayan? Yəni burada hərəkətin tərzini bildirir və buna görə də bunu götürəcəyinə zərf. Bəs təkin başqa hansı mənaları var? Tək çoxluq hissəsi ola bilər. Məsəl üçün tək düzdür, tək sifətin mənasında artıq tək zərfin tək sifətin omonim götürmək olmaz. Amma yenə də deyim, tək hansı mənalarda işlənə bilər? Tək ola bilər birinci məsələn ədat kimi götürə bilərik. Tək səngəl. Tək səngəl, yəni yalnız səngəl məhdudlaşdırıcı ədatdır. Və yaxud da deyirəm ki, tək qoşma da ola bilər. Düzdür, burada şəkilçi formasındadır, amma yenə də qoşmadır. Məsəl üçün o ulduz tək parlayır. Ulduz tək. Bir dəqiqə. Ulduz tək. Burada tək qoşmadır. Sonra məsələn deyirəm ki, məsəl üçün quyunun, yerin təki burada isim götürülür və yaxud da tək insan burada da sifət götürülür. Yəni təkin bir çox mənası var. Və keçək bilək ismindən uşaqlar. Bilək ismini ilk ağırdan gəlir ki, ay müəllim niyə götürmürük? Bilək ismi deyirsən, uşaqlar bizim biləyimizdən gedir, yəni bədən üzvümüzdən gedir və bu omonimdirmi? Xeyr, omonim deyil. Bəzən şagirdlər çaşır, deyir, niyə omonim deyil? Məsələn, dərsi bilək. Uşaqlar, dərsi bilək deyiriksə, burada bir şey unutmamalıyıq. Omonimlərin birinci qaydası odur ki, mütləq şəkildə başlanğıc formaları eyni olmalıdır. Məsələn, dərsi bilək ki, sözünü təhlil eləsəm, əmr şəkli kimi təhlil eləsəm, bu formada götürüləcək. Arzu şəklində götürsəm, uşaqlar bir sözün kökü arzu şəkli kirdə şəxs sonluğudur. Yəni bu sözlər məsəl üçün omonim, bu sözlərlə bu sözü omonim götürə bilmərəm. Niyə? Çünki feil kimi bilək sözü başlanğıc forması bildi və bizim də omonimdə şərtimiz odur ki, başlanğıc formalar mütləq şəkildə eyni olmalıdır. Və bu sözlərin başlanğıc formaları eyni olmadığına görə biz omonim hesab edə bilmərik. Və keçək əsər ismi. Uşaqlar, əsər ismi bəzən uşaqlar deyir, mənim külək əsərlə omonimdir, xeyr. Əsər biri var Füzulinin, əsərlərdə yəni povest, roman, Füzulinin əsərləri. Yəni povest, roman olsun, yəni şeir olsun, yəni bunlar ümumiyyətlə hamısını biz əsər adlandırırıq. Bəs əsərin hansı mənasında omonimdir? Əsər sözü uşaqlar, əsər əlamət mənasında. Məsələn, ondan əsər qalmamış, yəni əlamət qalmamışdır. Məs burada bu sözlər bir-birinə omonimdir. Amma deyirsiniz ki, müəllim niyə külək əsərlə olmur? Yenə də omonimliyin qaydasını unutmayın. Külək əsərdə ar zamandır və qeyri-qəti gələcək zamandır və başlanğıc formaya daxil olmur qrammatik şəkilçilər. Və külək əsərlə əsər ismi başlanğıc formaları eyni olmadığına görə omonim sayıla bilməz. Amma əsər omonimdirmi? Bəli, omonimdir. Hansı mənalarında? Əsər, povest, roman, şeir, yəni bunlar ümumiyyətlə biz əsər adlandırırıq və bir də əsər əlamət mənasında. Növbəti sözümüz əsir sözüdür. Ancaq ki, ekranda yaxşı görsənmir, amma birinci əsirdir. Uşaqlar, əsir sözü bilirik ki, əsir ismindən gedirsə söhbət, yəni bildiyimiz kimi, yəni düşməni əsir düşmək də, yəni bu mənada götürülür və bir də var, məsələn, uşaqlar çaşır, müəllim külək əsir. Bunu niyə götürmürük? Yenə deyirəm. Əsir isminin kökü ilə əsirdir. Amma külək əsir desəm, yenə də başlanğıc formasını nəzərə gətirsək, görürük ki, əsir. Ona görə də bu sözlər omonim hesab edilmir. Növbəti sualımıza baxaq. Frazoloji birləşmələrindən biri narazı olmaq mənasındadır. Uşaqlar, frazoloji birləşmələri daha yaxşı anlamaq üçün, bunu daha çox söz bazası yaxşı olan şagirdlər, necə deyim, ədəbiyyatı daha çox oxuyan, yəni uşaqlar daha yaxşı yəni daha tez cavabını tapır və frazoloji birləşmə önəmli mövzulardan biridir. Onu da qeyd etdim. Keçən il iki dəfə keçirilən buraxılış imtahanlarının hər ikisində, yəni mart ayında keçirilən hər iki buraxılış imtahanında frazoloji birləşmə istifadə edilir. Həmçinin frazoloji birləşməni yaxşı bilmək bizə mətnlərdə məsəl üçün cümlə verir ki, bədii cəhətdən cümləni zənginləşdirin. Məhz frazoloji birləşmələrdən müəyyən qədər məlumatlı olmaq, söz bazamızın geniş olması bizə həmin sualı düzgün işləməsinə, düzgün cavablamamıza kömək olur. Frazoloji birləşmələrdən biri narazı olmaq mənasındadır uşaqlar. Bunu yəqin ki, gündəlik həyatımızda məsələn kimsə nəyisə ağız büzəndə bilirik ki, biz artıq o narazıdır. Təbii ki, buna görə də cavabımız B variantı. Dil tökmək kimsə nəyisə razılaşdırmaqdır. Zəncir çiynəmək əsəbləşməkdir. Ürəyin yerindən çıxmaq təəccüblənməkdir, dilə düşməkdir, məsələn ağızdan ağza gəzmək mənasındadır. Növbəti sualımıza baxaq. Cədvəldəki yanlış nümunələri müəyyən edin. Mən adətən şagirdlərimdə baxıram. Əgər məsəl üçün əlində kağız varsa, yəni test varsa, kağız şəklindədirsə, təbii ki, PDF necə deyim, qarala. Məsələn, adətən deyirəm ki, belə olanda yəni mütləq şəkildə bil ki, səndən nə istəyir? Yanlış. Uşaqlar, 8-ci sualda yanlış istəyir, ona görə diqqətli olmalıyıq. Məsum sözünün sinonimidir. Uşaqlar, mənim ilk həmişə şagirdlərimə birinci tapşırdığım odur ki, sinonim və antonim deyəndə birinci bilin ki, hansı nitq hissəsi? Məsələn, məsum sözü sifətdir, düzdür? Əgər sifətdirsə, məsum insan, necə insan? Yəni tutaq ki, sən onu bilmirsən hansı nitq hissəsi, o həmin dəqiqə cümlə işləyir və cümlənin içərisində onun mənasını anlamaq daha asan olur. Məsum sözünün birinci mənasını bilmək lazımdır. Yəni günahsız deməkdir. Məsum özü sifətdir və deməli mən onun sinonimi də sifət olmalıdır. Məsələn, amma məndən yanlış istədiyinə görə, məsələn, günahsız sözünü çıxdıq. Çünki niyə? Məsum sözü günahsız deməkdir. Məndən isə yanlış fikir istəyir. Uşaqlar, məsum sözünün heç məmnun olma olar mənası. Birinci məyusdan başlayır. Məyus olar heç mənası. Əlbəttə ki, o məyus olmaq, nəyisə pis olmaq, nəyisə yəni nədənsə pis əhval-ruhiyyədə olmaq, məyus oluram, nəyisə bir hərəkət görürəm. Bu təbii ki, məsum sözünün qarşılığı ola bilməz. Ona görə də ikisini götürəcəyik. Və məmnun sözü, təbii ki, məsum sözü günahsız mənasını verir. Məmnun isə nədənsə razılıq hissidir. Təbii ki, bu da ola bilməz. Və digər pərişan sözü, süst olmaq, nəsə donub qalmaq deməkdir. Və uşaqlar, pərişan isə hər hansı bir hadisədən kədərlənmək o mənadadır. Ona görə də süst olmaqla onun mənası heç vaxt uyğun gəlməz və 4-də götürəcəyik. Məsələn, pərişan olmaq, qəmli olmaq, məhzun bəzən elə bilmirlər, məhzun ilə hüzünlü, kədərli, qəmli olmaq mənasını ifadə edir. Ona görə də 5-dən 6 doğru olduğu üçün biz onu götürməyəcəyik. Və uşaqlar, burada cavabımız olacaq 2, 3, 4. Aşağıdakıların birində almaq mənasında işlənən ifadə yoxdur. Uşaqlar, bunun ən gözəl variantı odur ki, cümləni oxuyun və orada almaq mənası hansı sözün qarşılığında işlənə bilərdi. Bunu düşünmək lazımdır. Şuşa dağlarının başına duman bürümüşdü. Şuşa dağlarının başını duman bürümüşdü. Duman almışdı. Yəni Şuşa dağlarının başını duman almışdı. Olar. Ona görə də məndən isə olmayan istəyir. A getdi. Düşmən 30 il əvvəl torpaqlarımızı zəbt etmişdi. Yəni torpaqlarımızı almışdı. Bu da olar. Ona görə götürməyəcəyik.
Dünən dostumdan yeni məktub qəbul etdim. Yəni yeni məktub aldım. Gördünüz, işlədə bildim. Bu məhsul neftdən alınır. Yəni hazırlanır sözünün qarşılığında istifadə edə bildim. Mən bunu kənddən sənə gətirmişəm. Səni almışam. Təbii ki, mən gətirmişəm sözünün yerinə. Almışam qoysam tamamilə məna dəyişər. Ona görə də cavabımız E variantı olacaq. Omonim olmayan sözü müəyyən eləyin. Uşaqlar, ağrı sözü omonimdir. Yəni həmişə şagirdlərimdə hər il başlayanda mənim ən çox uşaqların təəccüblə qarşıladığı ağrı və boya sözləridir ki, deyəndə ki, ağrı təbii ki, heç məlumat olmayan, məlumat olan bu haqda təbii ki, normal qarşılayır. Məsəl üçün ağrı sözü omonimdir. Biri var ağrımaq feili. Həmişə omonim axtaranda ilk növbədə birinci maq şəkilçisinin altına. Ağrımaq. Hə, gördünüz artıq bunun feil kimi mənasını tapdınız. Bir də ağrı, baş ağrısı. Burada isə isimdir və omonimdir. Ona görə də götürmürük. Çünki məndən omonim istəmir. 50 sözü. 50 biri var 50 ayaqlı, bir də var ki 50 rəqəmdir. Həmçinin məqamında belə bir söz işlətmək istərdim. Uşaqlar çox çaşır ki, müəllim 50 sözü 50 ayaqlı mənasında düzəltmədi, lakin rəqəm kimi 50 sadədir. Niyə omonim götürürük? Ola bilər çünki məsələn 50 sözü əgər mən say kimi təhlil etsəm, belə götürəcəm, başlanğıc forması budur. Əgər sifət kimi götürsəm, bunun başlanğıc forması 50 olacaq. Və yenə başlanğıc formalar eynidir, deyiliş eyni, yazılış eynidir, ona görə də omonim sayılır. Kürək sözü uşaqlar kürək bir bel mənasında istifadə oluna bilər. Bir də kürək əşya mənasındadır. Ona görə də omonimdir. Amma məndən omonim olmadığını istədiyinə görə C-ni çıxacam. Müxtəsər sözü uşaqlar. Yadınızda qalsın ki, müxtəsər sözündə müxtəsər sözü vurğusuna görə mənası dəyişən sözdür və müxtəsər sözü biri müxtəsər sözünü buraya yazın. Düzdür, indiki bu iki proqramda və bir neçə illərdir ki, artıq vurğu yığışılsa da, ancaq yəni bu vurğu məsələsinə bəzi vurğusu dəyişməklə mənası dəyişən sözləri artıq bilməsək, biz məsələn bu testi işləyə bilmərik. Müxtəsər sözü biri var, köməkçi nitq hissəsi kimi, yəni modal söz kimi, ümumiləşdirmə, ümumi nəticə bildirən modal söz kimi olanda vurğu ilk öncəki, yəni birinci hecəyə düşür. Amma mən müxtəsər danış, necə danış, burada zərf kimi olanda və yaxud da sifət kimi işlədəndə artıq orada sonuncu hecəyə düşür və ona görə də uşaqlar deyiliş və yazılış eyni olmadığına görə, çünki vurğu artıq birinci və yaxud axırıncı hər mənasında dəyişdiyinə görə deyiliş və yazılış eyni sayılmır və buna görə də mən bu sözü omonim hesab edə bilmərəm. Qat sözü uşaqlar qatmaq, bir də qat təbəqə mənasındadır. İki mənası var, yəni omonimdir və məndən isə omonim olmayan sözü istədiyinə görə götürməyəcəm. Bu qədər uşaqlar. İzahlarda nə isə başa düşməsəz, nə isə aydın olmasa, təbii ki, yaza bilərsiniz və bununla əlavə məsələn məsləhət görərdim ki, əvvəlcə testi özünüz işləyin. Daha sonra isə bilmədiyiniz, məsələn səhv çıxanları izahlardan dinləyib anlaya bilərsiniz.